Sağ ol Müşfik. Ne oldu ha? Sesin niye çıkmıyor? Ben Çınar müəllimin adından Allah dilmədi. Sen ne diye vallatmıştın Meryem'i? Ha? Ne adına çağırmıştın görüşü? Dillen day. Danışığına fikir ver. Sen hərəkətlərinə fikir verirsən ki, mən danışığıma fikir verəm? Ha? Sen? Adın xoşuna gəlmədi? Fəxri, Nə fəxrə? Süfrəmizin qırıntısıyla qarnını doyuzdurursan, anan qapımıza süpürgəçilik eləyir. Sen özünü matay tutsan, sen axırında adamsan. Fəxri. Eğer axırında adam olmasaydın, Meryem'in qapısını elçi göndərməzdin. Elçi göndərəndə nə olur? Qızın qapısına elçi gedər. Sen bilmirsən, biz bir-birimizi istəyirik. Təhqir eləmə. Ay, təhqir eləyirəm. Hələ sən bu sıfatına bababı tüpürərəm də. Bu sənin sıfatına. Fəxri, neyinirsən, lazım deyil. Şükrəyəm. Hədə, dərs baxsan qeyrətli oğlanlar kimi. Ha? Fəxri. Canın azlar Fəxri. Dədəmin qılığına girməkdən ötürü özünü qoydun axırıncı yola, ha? Fəxri. Dədəmin qılığına girdin ki, yalınızı artıq eləsin. Fəxri. Tutquşu kimi adımı nə təkrarlayırsan, hə? Bir qeyrət. Fəxri. Fəxri tüpürsün sənin üzünə, dədəsi bilinməyən bir bala. Fəxri, neyinirsən? Müşfiqdəyəm də bir dəqiqə. Mən bir bala deyiləm. Ağzının qatığını dağıtma. Elə sözün cavab belə olur.